Ay salam Sadıq müəllim. Hoş gəlmisiniz, hoş gəlmisiniz. Salam Sadıq müəllim, necəsiz? Necəsiz? Maşallah. Cənnət kimi bir yerdir. Gözəl. Bağı, bağçası, gözəl həyət. Müsəlmanın bu ev 14 sot torpağın içindədir. Bəli. Tikilib. 3 mərtəbə. Bir mərtəbəsi padvaldır. Bəli. O birisi yuxarıda hamısı 4 lay monolitlə tikilmiş evdir. Güzel. Bunun bağı girən kimi burada bizim bu sanitar qovşağı, birinci sanitar qovşağı. Bəli, bəli. Onun o yüzündəki qapı bizim üçün o işıq sistemi, motorxana, Ha, generator. generator Bəli. olur orada. Evin arxasında da yenə böyük bir bağ sahəsi bağ deyil. Bu ağaclar da 12 illik ağaclar. Meyve ağacları. Meyve ağacları. Burada alma Bu var. alça ağacına alça oxşayır. var. Bəli. Armud var. Cavalı var. Bəli. Bunlar hamısı bu meyve ağacları var. Yaxşı məhsulda verirlər. Qəşəng. Bu alma ağacıdır. Bəli, bu alma ağacıdır. Bostan çiyələk, qəşəng çiyələk əkmişik. Bax, buraya qızarır. Var çiyələk? Bilərsiniz. Aynen balaca deyirsən. Hə. Alma ağacıdır. Bu armuddur, armud. Aha. O birisi də armuddur, armud ağacıdır. Bəli. Bu meşə gözəli deyirlər buna. Hansı? Meşə gözəli. Bu ağac? Hə, meşə gözəli armud. Bəli. İndi bu il havalar biraz olduğuna görə bu birisi də duşesdir. Tam təmiz duşes ağacıdır. Duşes armud. Bu gilasdır. Gilas ağacı, bax, bu da gilas ağacıdır. Hı hı. O almadır, üstündə də bax, o gətirib. Onun üstündə var bir şey. Bəli. Əzgil ağacıdır, bu yüzdə sağ tərəfdə. Bu əzgil ağacı üst gətirib məhsul var. Tut ağacı var. Orada alçadır. Bu da söhbətçi. Bu da bəli, söhbət sürün yerdir. Neçə nəfər burada 20 yerləşir? 20 nəfərlik. Ay maşallah. 20 nəfərlik bu yerləşir. 20 nəfərlik. Qəşəng.
Buranın havası çox təmiz. Buranın gözəl havası var. Deməli, buranın havası misal mənlə. Bakıda bu günləri temperatur 35 dərəcə istilik varsa, Bəli. burada bilin ki 25 dərəcədir. Bu həmişə belə olur. Həmişə belə temperatur. Yəni Bakıda hava 10 dərəcədirsə, burada Bugün 0 Sıfırdır. dərəcədir. 0 dərəcə. gözəl. Səhv eləmirəmsə dəniz səviyyəsindən 1200 1300 metr yüksəklikdə yerləşir. yerləşir. Bəli. Yüksəklikdə. Bəli. Çox təmiz havası var. Şəhərdən, Bakı şəhərindən bura dincəlməyə qonaqlarımız gəlir. Gəlirlər burada təmiz havasına görə. Həm məsafə baxımından Məsafə çox baxımından sərfəlidir. 120 kilometr məsafədir. 120 km. Çox yaxın deyənə, həm havasına görə, həm məsafəyə görə gəlirlər, həmişə bura dincəlirlər, gedirlər. Qəşəng bulaqları var, buz kimi bulaqlar var burada. Bəli, bəli. Artizan var 65 metr dərinlikdə. Zaborun arxasında Gözəl. qurdurmuşam, Girək. qəşəng. Girək bir göstərin. Bunlar da həmçinin. Şura kibası ağacıdır. Bunlar gəlcəklə. Almadır, armud bax üstündə var gətirik. Qızılgüllər qəşəng. Qızılgüllər. Bura qışda Bəli. çox gözəl havası olur. Baxırsan, ləzzətli. Əziz izləyicilər, gördüyünüz kimi evin arxasında da kifayət qədər ərazi var. Bağ bağçası alınıb. Gözəl. Var, ağacları var. Gəldim həyətin arxasına, açdım krantı, su gəldi. Bu artisan suyudur. Artıdan gəlir. O, sərindir qəşəng. Hə. Belə bağı, bir zabor hamısı ora qədər bu həyətin içindədir. Bu da alma ağacı var. Bu nə almasıdır? Bu qəşəng almadır. Qızıl Əhməd dilləri, Bu Qızıl Əhməd Qızıl eli. Əhmədi ağacıdır. Bunu İsmaildən gətirmişəm. Gözəl. İsmaildən gətirmişəm. Kartof əkiliyi qəşəng burada. Burada. Hə, kübrəsiz, heç nəsiz, qəşəng gül kimi. Qəşəng. Buradakı antibiotik da, Nədir? antibiotik sarımsağı. Hə, hə. Özümüz yüngül var, bostan edirik burada da gedib alırıq. Paxlası var, panquru var, diğer əkiliyi, hamısı var, qəşəng. Əla. Ora nədir? O meşəlikdir yoxsa? Yox, o başqa bir həyəti. Ha, başqa həyət. Hə, o yüzden. O qonşunun həyətidir. Qəşəng. Hə, bizim artizanda bax bu zaborun o yüzden. Bu həyətdə bizim deyil. Aha. O yüzden. Burada yol gəlir buradan belə. Hansı? Bu divarın o Hə, üzü. bu divarın o yüzden bizim həyəti. Deməli orada 14 sot yarımdır. Aha. Onun 11 sotu bu həyətdir. Bəli. Qalan bax bu yoldur 3 metr yarım enidir. Bəli. Uzunluğu da buradan da orada 70 metrine kadar uzunluğundadır. Bəli. Yani oranın da alan olsa, Hı hı. yani orada her şey, artisanımız da o həyətin içindədir, sumuz. Ha, orada çok güzel meyve ağaçları var orada da, qəşəng. Bakıdan bura gözəl axı. Bakıda istidən yanırsan, bir şey, ancaq gəldiniz bura təmiz hava, gül kimi Elədir, hava. çox gözəl. Burada Mən bir bura saat- gəlməklə elə bir ki, sanki biraz öz beynimi yenilədim. Əlbəttə ki, buranın çox gözəl havası var. Səhər-səhər və yaxud da axşam burada oturursan, sərin havada oturursan, söhbətxanada oturursan. Bəli, bəli. Axşam indi burada vaxtı uzala əyləşib bir dənə samovar çay içəndə görəsiniz ki, o hava dediniz ki, mənə bir dənə kurtkadan, pencəkdən, jaketdən verin ki, belədir. Bakıda hava-hazırda rütubətli idi, isti idi. Hə. Buranın havası təmiz başqadır. Bura tamam başqa gözəl havası var. Çox gözəl havası var. Çox. Rahat gəlib gedişi, təmiz havası, yaxşı qonşuları. Şahin müəllim, xoş gəlmişsiniz bizim bu evə. Buyurun, buyurun, xoş gəlmişsiniz.
Bu bizim evin girəcəyi. Bəli. Bu bizim qardırobumuz. Bəli. Bu da elə qardırob kimi bir şeydir. Tumçkadır, Ayaqqabı qoymağa. Ayaqqabı qoymağa. Bəli. Buyurun gəlin bəli. Birinci göstərim mən sizə bizim maşallah zalımız. Maşallah bu buyurun qonaq otağımız. Bəli. Qonaq otağımız. Əla. Hepsi mebelləri adı yerində. Televizori, lüstri, öz qaydasında. Bəli. Buyurun. Burada neçə kvadrat olar? Hardasa burada onlar 4, 7. Hardasa orta yaxın bence. 27-28 kvadrat. Hı hı. Elə. Əla. Ataplenisi var. Kombi sistemdə işləyir. Bəli. Kombi sistem. Pəncərədən geçən həyat görükür. Bu gəlir mətbəximiz. Mətbəx. Mətbəxdə də. Mətbəxdə bunlar hər bir şey, mətbəx mebeli. Bu qab-yuvandır. Bəli. Qab-yuvandır. Paltar yuvan onun arxasındadır o yüzdə, balkonda. Bəli. Belə. Burada bu mətbəxin televizoru, xaladelniki, bunlar hamısı öz qaydasında. Maşallah çox. Sadıq müəllim. Bəli. Bu mebellər hamısı qalacaq. Bəli, hamısı qalacaq. Mebellər hamısı qalacaq. Buradan bir əşya çıxmayacaq. Nə var hamısı bu yerində üçün. Əla. Hər bir şey. Hər bir şey. Hamısı qalacaq. Bura paltarvan maşın oradadır, bax belə. Bəli, bəli. Bu bir yataq otağı. Bura bir yataq otağıdır. Bura hamam tuvaleti birinci mərtəbəninki. Aristoni, hər hesabı. Buradan qalxırıq ikinci mərtəbəyə. Keçək. Buyurun. Getiririk ikinci mərtəbəyə. Burada neçə otaq var? Burada 4 otaq deyil, bir hamam tuvaletdir. 4 demək yataq otaqları. Biri bu deyil, bax, bu yataq otağı. Yataq otağı. Hı -hı. İkinci otağımız burada değil. Buyurun. Bu ikinci otağımız yatak otağı. Hı hı. Oradan balkonda da oturursan, həyata baxırsan, sərin hava, Bəli, bəli. ləzzət verir adama. Elədir. Bu bir yatak otağımız Bu değil. üçüncü yataq otağı. Bəli, üçüncü yatak otağımız. Bu da dördüncü Dördüncü yataq yatak otağı. otağı. Amma ümumi 5 yataq otağı var. Bəli. Belə. Bu da göy cisimlərine baxmaq üçün bizim astrofiziki teleskopumuzdur. Ay maşallah. Ne güzel. Teleskopumuzdur. Hə. Evet. Akşamlar aya ulduza onunla baxırıq. Bəli. Bu da yenə ikinci mərtəbənin hamam Hamam. tuvaletidir bura. Bəli. Evet. Hə. Koridorda da bizdə bax. O da balkondur da Ha, yani. balkondur. Koridorda da bak turnik var. 200 kilo adam burada sağlansın, idman eləsin. Yəni gözümlük bak bu. Qəşəng. Hə, bu. Bu da bizim balkonumuz. Balkon, hə. Buradan da həyət. Gözəl. Və bunun həyəti qəşəng. Çox gözəl. Mənzərəsi. Gözəl mənzərəsi var balkonun. Maşallah. Əla. Buyurun.
Sadıq müəllim, Bəli. bu kənd haqqında bir məlumat verərdiniz izləyicilərimizə. Bu kənd Binöy dövrdən burada müsəlmanlar yaşayıb. Bağırsın qazıntılar gedən zaman qəbirlər aşkar olunub burada. Və orada tədqiqat zamanı hesab edilib ki, burada müsəlmanlar yaşayıblar. Sonradan bu kəndə gəlib, həmin bu əraziyə yerləşib, o vaxt ki, Kaliningraddan mı, oradan sürgün olunmuş Malakanlar gəlib bura 220 ildir. Onlar bu kənd salınıb, burada yaşayıb. Sovet İttifaqı, SSR dağılandan sonra bunlar da köçdülər, getdilər. Rusiya Federasiyasının ərazisində başladılar yaşamağa. Burada yaşayanlar qalıb, 3-4 nəfər qalıb yaşayırlar. Hal-hazırda bir dəqiqə bizim kənd sovetinin müavini elə qadın, rus qadını işləyir burada. Yəni, yaxşı işləmişik, yaxşı olmuşuq. Kolxoz, safxoz bir olub, cəmaət bir olub, işləyiblər, eləyiblər. Bu Sovet vaxtında kəndin adı Kirovka adlanır. Kirovka olub. Marovka da deyiblər. Kirovka. Necə? Marovka. 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 Sonra Kirovka. İndi Narxana. Əsl adı Narxan olub. Qədim adı Narxan olub. Eşitdiyimə görə ağsaqqalların dediyinə görə kəndin ortasında böyük bir göl olub. Göl olub. İndi onun yerində abidə tikiblər o gölün yerində. Burada yığışırlar o vaxtı, at çapıblar, yeyiniblər. Yəni eləncində o vaxtdan deyir, mən eşitdiyimə görə ağsaqqallarından eşitmişəm ki, atların qulağına naran səsin çalırdılar bərk. O atın beyni qızırdı və bıraxırlar görə kim birini gedəcək. Beləncində bir söhbət eşitmişəm mən tarixin. Ondan sonra yığılıb xalqımız da burada, Azərbaycanın da var, başqa xalqlar millətindən də var, yaşayırlar. Sadıq müəllim, buranın iqlimi haqqında da bizə bir məlumat verərdiniz. Buranın iqlimi, Şahin müəllim, bura kənd dəniz səviyyəsindən 1300 metr yüksəklikdə. Çox sərin havası var. Götürək adı bu günləri Bakıda temperatur 35 dərəcədirsə, bu dəqiqə burada Narxana kəndə olur 25 dərəcə. 10 dərəcə arasında fərq var. Yəni soyuluğa doğru. Axşam oldu, axşamdan oturmuşuq, oturaq. Hava tam dəyişir. Tam dəyişir, hava soyuyur. Nə qədər günəş gündüz qızmar, isti olsa da, axşamlar hava soyuyur, buz kimi. Məcbursan ki, əynivə nəsə bir isti şey giyəsən ki, bu tam soyulamırsan. Buranın belə havası var, təmiz gül kimi. Gözəl suları, baxırsan hamısı buz kimi sulardır, bulaqlarımız, hamısı. Bakıdan məsafə haqqındadır bir də. Bakıdan bura məsafə 120 kilometrdir. 1 saat 10 dəqiqəyə, biraz bəlkə sürüm 1 saat 5 dəqiqəyə, 1 saat 20 dəqiqəyə gəlib çatırsan evə. Ən yaxın yerdir bura bu kənd. Bakıya gözəl, yaxın yerdir. Havasına görə, şəraitine görə. Azərbaycanda mərkəzə ən yaxın olan kənddir bura, Narxana kəndi. Ona görə də burada dəyər. Həm havasına görə, həm məsafəsinə görə ev almaq da dəyər, yaşamağa dəyər, hər bir şey. Çox gözəl məkandır. Deməli, Vüsal müəllim, bura kəndə gələndə girəcəkdən, girirsən kəndə, asfalt yoldur gedir. Asfalt gedir Pirquluya, Astropsika rəsədxanasına, Dəmirçi kəndinə. Buradan kəndə girəcəkdə məktəb var. Məktəbin yanından dönürsən sağa. Asfalt yoldur, geniş asfalt yoldur. Çıxsan yuxarı asfaltı pavyonu qalxanda, hörmətli yoldaşlar sağ tərəfdə evlər tikib, solda tikib və gəlir küçə, geniş küçədir. İşıq lambaları var, hər gecə yanır. Axşam saat 8-dən, 8-in yarısından qoşulur, sabah saat 6-7-yə qədər. İşıq yanır, küçədə işıq lambası gedir. Məktəb, yanımızda məktəbdir. Sonra gəlirsən, orada kommunlar hamısı, işığı, qazı, suyu, hamısı gəlir. Su bizdə artizan quyusudur, özümüzün artizan quyumuz var. 65 metr dərindədir. Çox gözəl içməli sudur, buz kimi. Samavar çayla, mən samavar çayla o quyunun suyundan içirəm. Öz quyumuzdur, təmiz gül kimi. Onu yoxlamaya da vermişəm. Onun 2 litr vermişdim. Burada qonşuluqda bir adam var, yoldaş var. Onda aparat var idi. Yoxlaydı, çox gözəl sudur bu. Çox gözəl içməli sudur. Suvarma sistemi, hamısı o artizanın suyu ilə bir ay gecə gündüz dayanmadan işlər,
o xərci çox az çıxır. Yəni sərf edir ki, onu işlədəsən o beləsinə. Qazımız həmişə var. İşığımız həmişə var. Çox gözəl şəraiti var burada. Küçəmizin, məhəlləmizin. Lap gözəl. Vüsal müəllim, deməli evin də tikilişi burada onun 11 yarıma olmalıdır. Bütün 4 qurğunda Bəli. drenaj qoyulub, drenaj. Bəli. Yəni bax bu həyətli ki görürsən, bağın, bağçadan möhkəm yağışlar yağanda, Bəli. dolu yağanda torpağa hopur və ora ki çökəci torpaqdan süzülür aşağı. O vaxtı o drenajdan o sular gedir, yığılır, evin qabağında böyük bir quyu var, motor var. O özündən heç insan özü əli dəymirdi ora. O motor düşür xoda. Bəli. Olan suları da padvala o dolmur, vurur kənara Gözəl. drenajdan. Əla. Yəni çox gözəldir. Mebellər hamısı qalırmı? Qalacaq bəli. Qalacaq. Yəni tam əşyalı satılır. Əşyalar qalır. Paltar yuvan maşını var, qab yuvan maşını var. Sənədləri haqqında da bizə məlumat verərdiniz. Qupsalı torpağınki, evinki, hamısı 100% hazır. Qupsalı sənəd var. Sənəd var. Buranın kanalizasiya məsələsi necədir? Kanalizasiya ümumi bu kətdə hamıda şambol sistemidir, şamboldur. Bizim də həyatda o varsa 40 tonluq bir də şambol var. Böyük, dərin şamboldur. Bəli. Sadıq müəllim, ev neçənci ildə tikilib? 2012-ci ildə ev tikilib. Evin də materialları Ukraynadan gəlmiş armaturlardır, biçerlərdir. 4 qat monolitlə tikilib. Yəni tam monolitdir. Tam 4 qat monolitdir. Əla. Dözümlüdür. Digərdə deməli bütün hamı 11-12 Kolonlarla tikilib. kolonlarla, böyük kolonlar. Divara onun heç bir yoxsa ağırlıq düşmür. İndi keçək əsas məsələyə. Bəli. Sadıq müəllim, buranın qiyməti siftə siz 450 min manata deyirdiniz. Bəli, 450 min. Bugünkü gündə yeni qiyməti açıqlayardınız bizə. Yeni qiyməti mən deyim sizə 385. 385 min manat. Bəli, manat. Sadıq müəllim, bizim bəzi izləyicilərimizdə belə bir sual yarana bilər ki, niyə məhz Şamaxıda və bu qiymətə, yəni Bakı qiymətinə ev satılır? Zəhmət olmasa bir aydınlıq gətirərdiniz. Niyə məhz bu qiymətə? Bunu xırdalayım sizin ki, nəyə görə o qiymətdə dayanır. Bu ev tikiləndə bütün beton sistemi, maşınlar Bakıdan gəlirdi. Hər haqqa Bakıdan gəlib. Burada Şamaxılar yox idi o vaxtı bu beton köçən maşınlar. Bəli. Betonu yükləyirlər, Şamaxıdan gətirirlər. O beton bura pompa gəlir. Bakıdan gəlib bu hamısını betonu töküb bu evin. Yəni qiymətdə fərq edir, hə? Əlbəttə ki, fərq edir. Hesab edək ki, divarını o qiymətə gəlir. Ədələri Bakıdan gəlir. Bunlara xərc edir. Bəli, bunlara yataq tapmalısan, yeməyin verməlisən. Bu fəhlələrin hamısını, ustaların verməlisən. Bunlar hamısı xərcdir. Kubik baha Bakıdan gəlib, kubik hamısı, daşları, simenti Bakıdan gəlib. Hər bizim materialımız hamısı Bakıdan gəlib. Misal üçün tutam ki, Bakıda kubik 50 qəpikdir. Bura neçə gəlib çıxır? Bura bizə 80 qəpik gəlib çıxır bizə kubik. Hələ o vaxt biz 80 qəpikdən kubik alırdıq. Sadıq müəllim, bu küçədə torpaq sahəsinin bir sotu neçədir? Bizim küçədə, məhəllədə bir sotu düşür 13-15 arası. Əsas 15 mindir. 13-15 min arası. Arası. Yəni bunu razılaşma olsun. 13-15 min arası gedir o qiymət. Əsas 15 mindir. Bəli, elə Bakı qiyməti. Bakı qiyməti adi torpaq. Torpaq minimum mən deyirəm burada bu olsun 10 min manat. 14 sot torpaq deyirlər, götürək bu torpağı 140 min torpaq edir. Bəli. Tək bu evin də ağlayına 65 min manat öz əlindən pul sayı vermiş. 65 min. Bəli. Ağlayına. Bütün həyətin abrisovkası 25 santim beton tökülüb. 25 santim beton tökülüb buna. Bəli. Hamısı armaturlarla, Ukraynadan alınmış armaturlardır. O döşəməyə bir dəqiqə 40 tonluq maşını çıxartılır üstə, o batan sınan döyür. Belə, hamısı bunlar, ona görə qiymətlərin artımında. Burada nə qədər ağac olar? Burada bu dəqiqə hardasa 120-130 ağac var. Ağaclar ki, meyvə hamısı ağacları. meyvə ağaclardır. 11-12 ilin meyvə ağaclardır. Hamısı da məhsul verir, bar verir. Hamısı bar verir.
Elə götür ağacın biri gör 20-25 min də bunun ağaclarının pul edir. Dəyərləndirmək olar. Bəli, dəyərləndirəndə belə pul edir. Bu 140 min birinin torpağı minimum deyirəm eləyir. 200 min bu evin tikilməyi eləyir. Materialından Bəli, başqa bəli. bunlar hamısı bunlar şərtdir. Bəli. Sonra qiymətlər gəlib çıxır bu qiymətlər. Yaxşı qonşuları hamısı, hamısı Qonşular yerlidir, yoxsa onlar da Bakıda Deməli- yaşayanlardır? bu qabaqdakı evin qabağındakı Bakıda Bəli. yaşayan qonşudur. Bəli. Bu birisilər, bu arxa, bu yüz yerli qonşulardır. Mən özüm qonşuyam, mən ucu 83-cü ildə köçmüşəm bura. 83-cü də. Özüm qonşu kənddən, Talışurdanam, köçmüşəm bura. Bəli. Çox gözəl yaşayırıq, keyfimizdən kimi təmiz havası. Qonşularla da hamısı mehriban, kim gəlir gəlsin, gözünün üstə yeri var, hamısı mehriban insanlardır. Ay maşallah. Çox sağ olun Sadıq müəllim. İnanıram ki, izləyicilərimizin xoşuna gələcək bu əmlak. Buranın havası çox gözəl. Çox gözəl, çox. Ay indi bir dəqiqə oturmuş bura görürsünüz hava soyudu. Çox Yay, çox. iyul ayıydı. Bəli, bəli. Hava soyudu görürsünüz. Amma Bakı yanır. Ha, Bakı istidir. Bəli. Bakı istidir. Bura sərin oturmuş. Təşəkkür edirəm. Sizə də minnətdaram. Çox sağ olun. İnşallah Allah müştərisini yetirər. Getirsin. Hər halda razı qalar müştəri də. Razı İnşallah. qalar.